Salam, hər vaxtınız xeyir olsun. Sizləri yeni bir videoda yenidən xoş gördük. Müxtəlif mühitlərdə elektrik cərəyanı bölməsində sonuncu mühitimiz olan qazlara baxırıq. Videonu bəyənib kanala da abunə oldunuzsa, o zaman başlayaq. Birinci sualla. Birinci sualda deyilir ki, plazma nəyə deyilir? Plazma qismən və ya tamamilə iyonlaşmış qazdır. Yəni əslində plazma qazın xüsusi bir halıdır. Biz bilirik ki, maddənin bərk, maye və qaz olmaqla 3 növü var. Və 4-cü növ də plazmadır. Plazmanın əmələ gəlməsi üçün də qaz iyonlaşmalıdır. Yəni qaz müxtəlif təsirlərlə iyonlaşır. Bilirik ki, qaz normalda neytral atom və molekullardan ibarətdir. Bu neytral atom və molekullar iyonlaşır. Ola bilər ki, yarısı neytral qalar, yarısı iyonlaşar və yaxud da tamamilə iyonlaşar. Yəni bütöv atomlar hamısı iyonlaşar və biz buna plazma deyirik. Deməli, plazma qismən və ya tamamilə iyonlaşmış qazdır. Və birinci sualımızın cavabı C variantıdır. İkinci sualda deyilir ki, qaz boşalması nəyə deyilir? Qaz boşalması qazlardan elektrik cərəyanının keçməsi prosesidir. Yəni, qaz iyonlaşdıqdan sonra keçirici olmağa başlayır. Normal halda qaz, belə deyək, qaz neytraldır. Neytral olduğu üçün, yəni neytral atom və molekullardan təşkil olunduğu üçün keçirici deyil, dielektrikdir. Amma qaz iyonlaşdıqdan sonra artıq elektrik cərəyanını keçirməyə başlayır. Və biz bu hadisəyə qaz boşalması adını veririk. Yəni qaz boşalması qazdan elektrik cərəyanının keçməsi hadisəsidir. Üçüncü sualda deyilir ki, bizə qaz boşalmasının volt-amper xarakteristikası verilmişdir. Qeyri-müstəqil boşalmanın baş verdiyi gərginliyin ən böyük qiyməti nəyə bərabərdir? Baxın, volt-amper xarakteristikasına əsasən görürük ki, cərəyan şiddəti artır 200 qiymətinə qədər. Daha doğrusu, burada 100 qiymətinə qədər artır, sonra 100 və 200 aralığında təqribən sabit olur cərəyan şiddəti və 200-dən sonra kəskin artır. Bax, bu kəskin artmağa başladığı hissə, yəni 200 volt gərginliyə uyğun hissədən sonraki hissə artıq müstəqil qaz boşalmasıdır. Yəni, qrafikin bax, bu 0-dan 200-ə qədər olan hissəsi qeyri-müstəqil, 200-dən sonra hissəsi isə müstəqil qaz boşalmasıdır. Qeyri-müstəqil qaz boşalması xarici təsirlərin nəticəsində olur. Yəni, biz xarici təsirlərlə qazı iyonlaşdırırıq. Və bir müddətdən sonra artıq qaz özü-özünü iyonlaşdırmağa başlayır. Yəni, qazın tərkibində yaranan elektronlar, məsələn, neytral atomlarla toqquşur və həmən neytral atomdan elektron qoparır. Və yenidən öz-özünə artıq boşalma prosesi başlayır. Yəni, qazdan elektrik cərəyanı keçməsi başlayır. Və verilən qrafikdə bu qiymət 200-ə uyğun gəlir. Deməli, 200-ə qədər qeyri-müstəqil, 200-dən sonra isə müstəqil qaz boşalmasıdır. Üçüncü sualda deyir ki, müstəqil qaz boşalmasının baş verdiyi gərginliyin ən böyük qiyməti. Deməli, qeyri-müstəqilin baş verdiyi ən böyük qiymət 200-dür. 200-dən sonrası artıq müstəqilə aiddir. Dördüncü sualda isə deyir ki, müstəqil qaz boşalmasının baş verdiyi gərginliyin ən kiçik qiyməti. Müstəqilin ən kiçik qiyməti isə o da 200-dür. Qeyri-müstəqilin ən böyüyü, müstəqilin ən kiçiyi 200-ə uyğun gəlir. Ona görə də sualımızın cavabı burada Y variantıdır. Davam edirik 5-ci sualla. 5-ci sualda deyilir ki, aşağıdakı cisimlərin hansında maddə plazma halındadır? İşıqlanan reklam borusu daxilində qaz boşalması baş verir. Yəni, reklam borusu daxilində müxtəlif qazlar vardır. Hansı ki, bu reklam borusunda işığın rəngi, ümumiyyətlə gündüz işığı lampaları və yaxud reklam boruları içərisində qazlar vardır və bu qazların rənginə uyğun olaraq müxtəlif rənglərdə işıq verir. Deməli, bunun içərisində qaz plazma halında olmalıdır. Çünki bunun içərisində qazdan cərəyan keçir. Qazdan cərəyan keçdiyi üçün həmən qaz iyonlaşmış halda, yəni plazma halında olmalıdır. Ona görə deyirik ki, işıqlanan reklam borularında maddə plazma halındadır. 6-cı sualda deyilir ki, qazlarda elektrik yük daşıyıcılar nələrdir? Qazlarda yük daşıyıcılar həm müsbət mənfi iyonlar, həm də elektronlardır. Yəni burada elektronlar, müsbət iyonlar, mənfi iyonlar
Hər üçü doğrudur. Ona görə Y variantı sualımızın cavabıdır. 7-ci sualda deyilir ki, hansı təbiət hadisəsi zamanı qaz boşalması baş verir? Bu, ildırım çaxması hadisəsidir. İldırımın çaxması yüksək gərginliklərdə baş verir. Yəni, çox böyük gərginliklər və böyük temperatur olur orada. Hansı ki, ildırımın çaxması, yəni havada baş verdiyi üçün burada qazlar vardır təbii ki. Və ildırım çaxması zamanı hətta biz ildırımın yerə qədər gəlib çatdığını görürük. Yəni, hətta bəzən insanların, Allah uzaq eləsin, insanların ölümü ilə, müxtəlif fəlakətlərlə nəticələnir. Deməli, havadan bu ildırım gəlib yerə qədər çata bilibsə, hava da təbii ki, qazlardan təşkil olunmuşdur. Yerə qədər gəlib çata bilibsə, deməli, bu havadan, yəni qazlardan elektrik cərəyanı keçmişdir deməkdir. Deməli, qazlardan elektrik cərəyanının keçməsi də qaz boşalması olduğu üçün, deməli, ildırımın çaxması bir qaz boşalmasıdır. 8-ci sualla davam edirik. 8-ci sualda bizə deyilir ki, elektronun keçdiyi sürətləndirici sahədə potensiallar fərqi ən az nə qədər olmalıdır ki, elektron kripton atomunu iyonlaşdıra bilsin. Burada mən iyonlaşma enerjisinin düsturunu vermişəm və buradan gərginliyi tapmaq üçün V bölünsün Y düsturundan istifadə edirik. Yəni, iyonlaşma enerjisini elementar yükę bölürük. Buradan gərginliyi tapdıqda, iyonlaşma enerjisinin 2 tam %24 10 üstü mənfi 8 olduğunu, mənfi 18 olduğunu, daha doğrusu, elementar yükün isə 1 tam onda 6 10 üstü mənfi 19 olduğunu görürük. O zaman yuxarını yaza bilərik. 224 10 üstü mənfi 20. Aşağını da 16 vurulsun 10 üstü mənfi 20 yaza bilərik. 10 üstü mənfi 20'lər ixtisar gedir. 224'ü 16'ya bölürük. 224'ü 16'ya böləndə də 14 volt alınır. Yəni gərginliyin qiyməti 14 volta bərabərmiş. Deməli sualımızın cavabı Y variantı olmalıdır. 9-cu sualda deyilir ki, elektrik sahə intensivliyinin hansı minimal qiymətində qaz molekullarının iyonlaşması baş verər? Bunun üçün də uyğun düsturu yazmışıq. İyonlaşma enerjisi üçün Y, U yazıram və U-nun, yəni gərginliyin yerinə Y vurulsun L yazırıq. İntensivliyin düsturunu bilirdik də Y bərabərdir U bölü D. D yox, məsafə yerinə L da yaza bilərik. O zaman buradan U-nun əvəzinə Y vurulsun L yaza bilərik ki, hansı ki mən də burada U-nun yerinə Y vurulsun L-i yazmışam. Və nəticədə həmən bu düsturdan intensivliyi tapırıq ki, iyonlaşma enerjisi bölünsün Y, L alınır. Y burada elementar yük, L də elektronun sərbəst qaçış yolunun uzunluğudur. İndi burada yazıram. Elektrik sahəsinin intensivliyi bərabərdir. İyonlaşma enerjisini verib nə qədər? Deyir ki, molekulun iyonlaşma enerjisi 1,6 10 üstü mənfi 18'dir. Yazıram bunu 1,6 vurulsun 10 üstü mənfi 18. Elementar yükdə 1,6 vurulsun 10 üstü mənfi 19'dur. Vurulsun bir də L var. Yəni sərbəst qaçış yolu. Bu da 10 mikrometr. 10 mikrometr demək də 10 vurulsun mikronun yerinə də 10 üstü mənfi 6 yaza bilərik. Mikro 10 üstü mənfi 6 deməkdir. Bax, biz bunu hesablamalıyıq. 1,6 ilə 1,6 ixtisar getdi. Aşağıda nə var? Aşağıda var 10 vurulsun 10 üstü mənfi 6. Bunu mən yaza bilərəmmi? Buradan 10'u silip yaza bilərəmmi? Burada 10 üstü mənfi 5. Təbii ki yaza bilərəm. İndi burada 10 üstü mənfi 19, 10 üstü mənfi 5. Neçə eləyir? 10 üstü mənfi 24. Yuxarıda da var 10 üstü mənfi 8. Yuxarıda 10 üstü mənfi 18 var. Aşağıda isə 10 üstü mənfi 24 var. Deməli, 10 üstü mənfi 24 yuxarı çıxanda olur 10 üstü müsbət 24. Yəni 10 üstü mənfi 18 vurulsun 10 üstü müsbət 24. Buradan da üstlər toplanılır və cavabımız alınır 10 üstü 6 volt bölünsün metr. Yəni sualımızın cavabı olur A variantı. 10-cu sualda elektrik sahə intensivliyinin hansı minimal qiymətində qaz atomlarının iyonlaşması baş verər? Yenə də bayaqki düsturdan istifadə edərək elektrik sahə intensivliyini tapmağa çalışacağıq. İyonlaşma enerjisini burada verib 2,4 10 üstü mənfi 19. Yazdım 2,4 10 üstü mənfi 19. Bölünsün. Elementar yük 1,6 10 üstü mənfi 19'dur. Sərbəst qaçış yolu da 0,5 mikrometr. Bu da 0,5 vurulsun 10 üstü mənfi 6 deməkdir. 10 üstü mənfi 19, 10 üstü mənfi 19 getdi. 1,6'nı 0,5'e vuranda
alınır 0,8. Yuxarıda 2,4, aşağıda 0,8. Bunları ixtisar edəndə alınır 3. 10 üstü -6 da yuxarı çıxır, olur 10 üstü -6. Yəni sualımızın cavabı 3, 10 üstü 6, yəni A variantı olmalıdır. 11-ci məsələdə deyir ki, qazlarda vahid zamanda yaranan elektron iyon cütlərinin sayı 1,4 dəfə artarsa, doyma cərəyan şiddəti necə dəyişər? Doyma cərəyan şiddəti düsturdan görürük ki, elektron iyon cütlərinin sayı ilə mütənasibdir. Yəni bunlar əgər 1,4 dəfə artırsa, o zaman doyma cərəyan şiddətinin də 1,4 dəfə artması lazımdır. Yəni burada sualımızın cavabı B variantı olmalıdır. 12-ci sualda elektronun keçdiyi sürətləndirici sahədə potensiallar fərqi ən az nə qədər olmalıdır ki, elektron hidrogen molekulunu iyonlaşdıra bilsin? Burada deməli iyonlaşma enerjisinin düsturunu yazmışıq və buradan gərginliyi, yəni potensiallar fərqini tapa bilərik. Buradan yazıram gərginlik üçün. İyonlaşma enerjisinin qiyməti 2,4 10 üstü -18 və yaxud da bunu yaza bilərik 24 vurulsun 10 üstü -19 şəklində. Elementar yükdə 1,6 vurulsun 10 üstü -19'dur. 10 üstü -19'lar getdi. 24'ü bölürük neçəyə? 1,6'ya. 24'ü də 1,6'ya böldüyümüz zaman cavab alınır 15. Yəni gərginlik və yaxud potensiallar fərqi 15 volta bərabər olmalıdır. Növbəti sualda deyir ki, qaz atomunun iyonlaşma enerjisinin elektronun sərbəst qaçış yolunun uzunluğundan asılılıq qrafiki hansıdır? İyonlaşma enerjisi qazın növündən asılıdır. Yəni iyonlaşma enerjisi sərbəst qaçış yolunun uzunluğundan asılı deyildir. Ona görə də sualımızın cavabı C variantı olmalıdır. 14-cü sualda qaz atomunun iyonlaşma enerjisinin elektronun sürətindən asılılıq qrafiki hansıdır? İyonlaşma enerjisi qazın növündən asılıdır. Yəni elektronun sürətindən asılı deyildir. Ona görə də sualın cavabı B variantı olmalıdır. 15-ci sualda müstəqil qaz boşalması zamanı elektronun növbəti toqquşmaya qədər aldığı impuls hansı ifadə ilə təyin edilir? Burada cavablara fikir versəz hamısı köklə verilib. Ona görə mən impulsun kök 6 düsturunu, yəni kökdə 2 MYK düsturundan istifadə etdim. Əgər biz kinetik enerjiyi iyonlaşma enerjisinə bərabər etsək, onun üçün də Y vurulsun YL ifadəsini yaza bilərik. O zaman impuls üçün yazıram kök altında 2M vurulsun. Kinetik enerjinin yerinə də yazıram Y vurulsun L. Yəni sualımızın cavabı olmalıdır burada D variantı. 16-cı sualla davam edirik. Açar sözlərdən hansı artıcılıqla istifadə etməklə mətni tamamlamaq olar? Elektrik sahəsində yüklü hissəciklərin nizamlı hərəkətinə elektrik cərəyanı deyilir. Metallarda elektrik cərəyanını elektronlar yaradır. Elektrolitlərdə elektrik cərəyanını müsbət və mənfi iyonlar yaradır. Vakum diodunda yalnız elektronlardır. Qazlarda həm elektronlar, həm də müsbət mənfi iyonlardır. Yarım keçiricilərdə isə elektronlar və deşiklərdən onların nizamlı hərəkətindən ibarətdir. 5, 2, 3, 2, 1, 4. Yəni sualın cavabı C variantıdır. 17-ci sualda yenə bizə açar sözlər verilir. Qazlarda iyonlaşdırıcının təsiri ilə baş verirsə, bu qeyri-müstəqil qaz boşalmasıdır. Müstəqil qaz boşalması isə iyonlaşdırıcının təsiri kəsildikdən sonra da davam edir. Qaz boşalması borusunda katodun temperaturu artanda, deməli, termoelektron emisiya hadisəsi baş verir. Yəni, temperatur artanda oradan elektronlar qopur. Tac boşalması böyük elektrik yükünə malik iti uclu metalların ətrafında yaranır. Amma alovsuz boşalma aşağı təzyiqlərdə elektrodlar arasında gərginlik nisbətən kiçik olduqda baş verir. 3, 1, 2, 5, 4. Yəni D variantı sualımızın cavabıdır. Gəldik 18-ci suala. Euler-Venn diaqramında uyğun ifadələri müəyyən edin. Cərəyanın keçməsi elektroddan maddə ayrılması ilə nəticələnir, elektrolitlərə aiddir. Elektrik keçiriciliyində elektronlar iştirak edir.
bu qazlara aiddir. Çünki elektrolitlərdə müsbət mənfi iyonlardır, elektronlar deyil. Sonra 3-də deyir ki, elektrik keçiriciliyində iyonlar iştirak edir. İyonlar həm elektrolitlərdə, həm də qazlarda var. İyonlar həm elektrolitlərdə, həm də qazlardadır. Ona görə 3-ü burada yazırıq. 4-də qazlarda müstəqil qaz boşalması baş verir. Bu elektrolitlərə aid deyildir. Və zərbə ilə iyonlaşma hadisəsi də qazlara aid olan bir şeydir. Bunun elektrolitlərdə əlaqəsi yoxdur. Ona görə 1, 2, 4, 5, 3 sualımızın cavabıdır. Beləliklə, bu videonun da sonuna gəlmiş olduq. İzlədiyiniz üçün təşəkkür edirəm. Növbəti videolarda görüşənədək. Özünüzə yaxşı baxın. Sağ olun, salamat qalın.